Deməli, 6-cı testdə əmr şəkli işlənmiş cümləni seçin deyir. Əmr şəkli işlənmiş. Baxırıq, birinci feilləri tapırıq və feillərin hansının əmr şəklində olduğunu müəyyənləşdiririk. Daha boyun qoymaz işə xidmətdə, lovğalar yabancı olur hörmətdə. Bu şeirdən, ümumiyyətlə şeir parçası olduğu üçün ola bilər ki, sən bunu anlamaqda çətinlik çəkmisən. Daha işə boyun qoymaz, yəni işi öz üstünə götürməz mənasındadır. Qoymaz feilimiz var burada, qoymaz. Hansı şəkildədir? Feilin xəbər şəkli. Aha, bəs olur var, yabancı olur. Bu olur hansı şəkildədir? Feilin xəbər şəkli. Aha, qeyd qəti gələcək zaman, indiki zaman və xəbər şəkli. Deməli, A-nı çıxartdıq, çünki bizə əmr şəkli lazımdır. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu əhvalına. Bax, burada alma. Dostu qovanları yanına alma. Al sözün köküdür, müəmmə inkar şəkildisidir və söz əmr şəklindədir. Cavabımız elə olur B variantında. Sadəcə burada bir dənə də ağlar sözü var. Ağlar, ağlayar mənasındadır. Yəni, qeyd qəti gələcək zamanda xəbər şəklindədir. Daha sonra C variantına baxıram. Tutdu, du, şühudi keçmiş zaman şəkilçisi xəbər şəkli. İkinci misrada yoxdur. D-ya baxıram. Görürəm, indiki zaman xəbər şəkli, yağır xəbər şəkli. Daha sonra insanın şərəfi bəzəyməncə deyildir nə ipək, nə tilmə. Burada da ümumiyyətlə feil yoxdur. Deməli, əmr şəkli işlənmiş cümlə olaraq B variantını seçə bilirik. B variantı.